Hər vaxtınız xeyirli olsun, dəyərli, gözəl insanlar. Hardasa 2-3 dəqiqə vaxtım var. Onun üçün də yenə 3 dənə fərqli söz öyrədəcəm sizə. Deməli, bu sözlərin xüsusiyyəti nədir? Bu sözlərin cinsini dəyişəndə mənası dəyişir. Məsələn, le vase. Le vase, vazo deməkdir. İçərisinə gül qoyulan vazo. Tamam. Amma bunun cinsini dəyişib eləsək, la vase, bu dönüb olacaqdır lil. Lil nədir? Lil adətən çaya gedənlər, gölə gedənlər bilirlər. Ayağınızı basırsınız, o palçıq fason bir şey olur. Çayın dibinə çökmüş o palçıq fason, qara rəhli bir şey var. Ona lil deyirlər. Ona fransız dilində la vase deyirlər. İkinci sözümüz voile sözüdür. Əgər biz kişi cinsində le voile desək, qadınların başına taxdığı çadraya deyirik bu. Le voile. Amma bunu əgər biz la voile eləsək, la voile dənizdə olur yelkən. Yelkən deyirlər. Gəminin üzərinə qoyulan o şey olur da, külək vurur arxadan, o da irəliyə gedir. Gəmidə irəliyə gedir. Hətta yelkəndir də Azərbaycan dilində. Və sonuncu sözümüz poil sözüdür. Poil. Biraz qəribə yazılır, amma poil oxunur. Əgər biz le poil desək, yəni kişi cinsində, bu peç deməkdir, soba. O evin içində oraya qaz peçi tutaq ki, nə bilim, odun peçi tutaq ki, o odur. Kömür peçi məsələn, salyarka peçi bizdə var idi əvvəllər. Bu le poildir kişi cinsində. Amma əgər bunu biz qadın cinsində desək, la poil, bu onda tava deməkdir. Yəni bildiyiniz tava, içində yumurta bişirdiyiniz, omlet elədiyiniz tava. Görürsünüz nə qədər fərq yaranır. Yəni bir dənə artikli dəyişdirirsiniz, cinsini dəyişdirirsiniz, ümumi məna dəyişir. Oldu, sağ olun, hələlik. Şeyi tapanmadım, bu nətər bağlayırdıq. Okey.